Uşaqlar, qaldığımız yerdən başlayaq. 51-də qalmışdıq. 51-dən də 50, 51 eyni sualdır. 51 yazaq. 51, 53, 55 belə gedərik. 51-ci sualda nə deyir? Sinus alfa çıxılsın, sinus beta. Bunun düsturu nə idi bizdə? 2 sinus alfa çıx beta böl 2 kosinus alfa plus beta böl 2. Bak bu tərəfi mən açdım. Bu tərəfi. Yəni bərabərdir. Sinus alfa çıxılsın beta. 3 sinus alfa çıx beta. 3 sinus alfa çıx betanın düsturu nə idi? Alfa çıx betanı baxın belə göstərək. Sinus 2 alfa çıx beta böl 2 kimi yaza bilərsən. Sonuçta bunlar gedər. Alfa çıxılsın beta qalacaq onsuz da. Amma belə yazanda mənə bir şey sərf edir ki, bax bu tərəflə ixtisarlar gedəcək. Ona görə bu şəkildə yazaq. 3 vurulsun. Bu sinus alfa çıx betanın yerinə bunu bu cür göstərəcəm. 2 sinus alfa çıx beta böl 2 kosinus alfa çıx beta böl 2. Aha. İndi burada baxın 2 sinus alfa çıx beta böl 2 ilə 2 sinus alfa çıx beta böl 2 getdi. Nə qaldı? Kosinus alfa üstə gəl beta böl 2 3 vurulsun kosinus alfa çıx beta böl 2. Bunu burada yaddaşda saxlayaq. İndi bizdən nə istəyir ona baxaq. Tangens alfa böl 2 vurulsun tangens beta bölünsün 2. Bunu istəyir məndən. Tangensi nə kimi göstərə bilərik? Sinus böl kosinus kimi. Sinus alfa böl 2 kosinus alfa böl 2. Tangens beta böl 2'ni nə kimi göstərə bilərəm? Sinus beta böl 2 kosinus beta bölünsün 2. İndi hansının cəmə çevirməsi düsturundan istifadə eləyək? Uzun misaldır. 2'də 1 kosinus alfa böl 2 çıx beta böl 2 bir də nə idi? Çıx kosinus alfa böl 2 üstə gəlsin beta böl 2. Düsturları əzbər bilməlisiniz ki, bunları hardan yazırıq görəsiniz. Yoxsa mümkün deyil. İndi kosinus alfa vur kosinus betanı tətbiq eləyək. Bu da 2'də 1 kosinus alfa böl 2 çıx beta böl 2 üstə gəlsin kosinus alfa böl 2 üstə gəl beta böl 2. Aha. İndi buradan bu sənə təzdən baba bunun içi 2'də 1'lər getdi. Kosinus alfa çıx 2 çıx kosinus beta böl 2 çıx kosinus alfa böl 2 üstə gəl kosinus beta böl 2. Aşağıda yenə həmçinin. İndi baxın yuxarı. Kosinus alfa üstə gəl beta böl 2 nə idi? 3 kosinus alfa çıx beta böl 2. Onu gətirib burada yerinə qoyum. Bundan bunu çıxanda eləyəcək mənfi 2 kosinus alfa çıx beta böl 2. Sonra bunu, baxın bunu yenə burada gətirim yerinə qoyun. Bir kosinus burada var, üstəndə də kosinus burada olanda olacaq. 4 kosinus alfa çıx beta böl 2. O da bizə verirdi 2'də 1. Belə. Təmizləyək bunu. Bu misalların içərisində ən çətini idi.